istəyərəm həyatımda bir yəni ailə qurum, uşaqlarım olsun. Ailə xəbəri alıram Azərbaycanda danışdırdığım üçün. Çok sağ olun. BMT sertifikatı olsa sənin üçün şeydir, yollar açıq. Azərbaycanda daha çox maaş alırdım. Çətin deyil şeydir, Kürdəmindən tətbiq keçməkdir və yəni belə bir olması biz başa düşmürük. Belə. Teşekkür ederim. Məni kim süzəcək? Ben hazırım. Selam dostlar, kanalıma hoş geldiniz. Bugün kanalımın çok değerli bir konuğumla Gülarə. Uzun müddətdə onun video çəkmək istəyirik. Storylərində də izləmişsiniz yəqin ki, Gülarə ilə video çəkmək istəyirəm. Necə gəldim İstanbul'a, necə burada mənimlə kimi işləyir. Bunlardan bahsedeyim. İlk öncə Gülarə istəsəniz tək izləyəcəyim. İlk öncə həqiqətən məni dəvət edəndən çox təşəkkür edirəm. Bilmirəm, çox qəribə hiss edirəm hal-hazırda sən YouTube kanalında videonu paylaşılacağına görə. Ona görə biraz həyəcanlıyam, bilgidən nəzərə alın. Özü təqdim eləsəm, adım Gülarə, 25 yaşım var hal-hazırda. Müəllim olaraq İstanbulda işləyirəm, beynəlxalq məktəbdə. İngilis dil müəllimi olaraq, meysin olaraq. Belə artıq 10 aydan çoxdur ki, İstanbulda yaşayıram və öz Instagram səhifəmdə də öz təcrübələrimi, işlə bağlı olan məlumatlarımı və proqramları bölüşürəm. İndi bugün isə bu videoda daha ətraflı danışacağım. Tamam, ilk sorumuz benim de izleyicilerim. Bu izleyicilerin sorduğu istedim ben de sen necə oldu beraber İstanbul'a gelirsen? Çünkü bizim gelişleri ben hatırlıyorum. Başka ülkelere gelmiştim. Çox yaralı yerimdən vurdum, təşəkkür edirəm. Mən açıq danışacağım, belə hər gün xəyal danışmaq xoşlanmıram. Tamam, inandım, tamam. Mən İstanbul'a gəlmək gibi planım yox idi. Ümumiyyətlə İstanbul'a gəlmək gibi xəyalım yox idi kimi. Mən İstanbul'a gəlməmişdən qabaq xaricdə təhsil almaq üçün çalışırdım. IELTS aldım, müraciət elədim və s. Amma mənim bəzi psixolojik belə deyək ki, təqaüd qazanmaq üçün bəzi əngəllərim oldu, bəzən qazandım, sonra alınmadı və s. Amma mən 2025-də beynimə qoymuşdum ki, bu il ölkədən çıxmaq vaxtıdır və nə olur olsun qabağımı hansısa fürsət çıxsa onu dəyərləndirəcəm. Elə oldu ki, buradakı işə müraciət elədim, Global Teacher proqramına müraciət elədim və oradan qəbul aldım və dedim ki, yaxşı, əgər qəbul almışamsa getmək vaxtıdır. Aslında sen de sebebini söylemişsin. Həqiqi. Azerbaycan'da kalmaktan endişe ediyoruz. Çok inkişaf edebileceğim bir yerde değil. Sadece harici geçmek ve önce de sen tebrik ederim. Buna katılmak beni ve yaxşı ki buradasan, yaxşı burada dostluq münasibətlərimizi biraz daha dərinləşdirir. Məncə də yəni bu klaslarda da ola bilər. Eynən, mən Gülarə gələnə qədər Azərbaycanlı bir dostluq yapmışdım. Türkiyədə elə bir müddətdə deyildim ki, kiminləsə dostluq edeyim. Azərbaycan dilində danışmaq üçün dayanmışdım. Və bunun üçün bunlar mənə xarab edən şey deyir. İndi hamı yazacaq, mən də öyrəntəyəm. Mən ailə xəbəri alıram Azərbaycanda danışdırdığım üçün. Bəs sənin bu qatıldığın proqramında kimlərlə müraciət edə bilər? Müraciət üçün nələr lazımdır? Ödənişlidirmi? Bunlar haqqında biraz Auditoriyaya danışırım, sən danışırım. Auditoriyaya danışıram. Mən Ayzaq Azərbaycan təşkilatında 2 ildən çox olaraq marketing departamentində fəaliyyət göstərmişəm və mən Ayzaq təşkilatının organization sayəsində gəlmişəm bura. Və Ayzaq təşkilatında 3 cür proqram növü var. Qlobal könüllülük, qlobal müəllimlik və qlobal talent, yəni digər ixtisaslara aiddir. Yəni Ayzaqda hər hansı bir proqram müraciət eləmək üçün müəllim olmalı gərək yoxdursa, marketing sayəsində də işləyə bilərsən, mühasib də ola bilərsən, biznesin idarə olunmasına da ola bilərsən, müəllim də ola bilərsən, müəllim bilərsən, amma müəllim xüsusi bir orada şey var. Eynən, məsəl üçün Global Future ayrı bir proqramdır deyək. Məsəl üçün elə insanlar var ki, universitet tələbəsidirlər, heç bir təcrübələri yoxdur, onu da könüllü olaraq da gedib iştirak edə bilərlər. İngilis dil müəlliməsi ola bilər, hər hansı bir belə deyək, dayanıqlı inkişaf məqsədləri deyilən bir şey var, BMT-də 12 dənə. Onların inkişaf məqsədlərinə uyğun layihələr olur. Yəni, sırf müəllimlik deyil, belə anlaşılmasın. Mən bir neçə yerdə mən olmasa belə, əsas müəllim deyil, amma Şri-Lankada kasıb ailələri çoxlar
insanlar Hə, bütün İngiliz. ola bilər, bu da ola bilər. Məsələn, Global Teacher-də müraciət etmək üçün 18-30 yaş aralığında olmaq lazımdır. Bu, ümumiyyətlə bütün proqramlara aiddir. Amma belə də bir şey var ki, Global Teacher-ə getmək istəyirsənsə, əgər maaşlı yəni proqramda olmaq istəyirsənsə, sən ən az 1-2 il təcrübən olmalıdır ki, sənin professional professional cəhətdən səni qəbul edəsinlər. Amma yox, heç bir təcrübən yoxdursa, sən könüllülükdən başlayıb sonra teacher keçə bilərsən. Sağlıqda da elədir. Məsələn, internlər də ola bilər, təcrübəsiz də ola bilər. Klassları nələrdir? Qalmaq üçün yer verirlər. Mən kirayə ödəmirəm hal-hazırda. Başım çox rahatdır. Kommunal da ödəmirəm. Məktəbdə gündə 2 dəfə yemək yeyirəm. Maaş da alıram. Dolanışım şükür Allah'ın deyil. Amma məsələn, kirayəni mən özüm ödəməli olsaydım, çox çətin olardı deyə fikirləşirəm. Amma yəni proqramın özü təmin elədiyi üçün mən burada proqramda qaldığım müddətdə onlar hamısı şirkət tərəfindən təşkil edilir. Sən dedin ki, iş təcrübən olmalıdır. Sən burada maaşlı istəyirsən. Mesela insanlar var, onlar sadece kurslarda müəllimlik edirlər, ya da onlar müəllimlik edirlər. Amma bunu rəsmi şəkildə, necə deyim, yəni əməkdaşın qarşılanma ilə eləməyirlər. İnsanlar da ödədiyim proqramlar verirlər, yəni Qatıla bilərlər. Zaten onlar özləri müsahibə aparanda və yaxud da ki, imtahan verəndə bəzi məsəl proqramı imtahan tələb edir, ixtisasına uyğun və yaxud ki, intervyu aparırlar. Rəsmi olmasa belə, onların məsəl üçün keçirdikləri intervyular olur və yaxud da ki, bəzən onlayn olsa demo dərslər olur. Onlardan bilirlər ki, bu insan həqiqətən bir müəllim olmaq potensialı var yoxsa yoxdur. Məsələn, mən insanlar var ki, yalanlardır, CV-sini doldura bilərlər, çox insanlarda. Amma məsələn, elə vaxtlar olur ki, müsahibədən girirlər, görürlər ki, bunlara inandırıcı gəlmir də bu insanın həqiqətən də müəllim işlədiyinə. O zaman deyirlər ki, recommendation tövsiyə məktubu tələb edirlər ki, bəs bilək ki, həqiqətən sizin bir şeyiniz var da, təcrübəniz var. Amma çox vaxt yəni özlərinin keçirdiyi selection prosesi var, seçim prosesi var, onu qanlayırlar, nədir, nə deyil. Mən aslında məsələn bir İngiliz müəllimliyi bitirmiş bir tələbə ya da hər hansı bir ixtisas sahibi bir tələbə İngilisini yaxşı bilirsə də onun mütəfərzində onlayn verirsə, amma rəsmi şəkildə əmək müqaviləsi yoxdursa da bu şəkildə maaşlı gəlində çalışırlar. Məsələn, çox böyük üstünlüyü məncə tələbələr üçün. Məncə də, yəni mən daha çox tələbələrə uyğun olduğunu fikirləşirəm. Global Teacher-ın elə bir, məsələn, mənim olduğum proqramda International məktəbdə ən az 2 illik istəyirlər ki, ən az 2 isə mənim olmaz. Mən də artıq konferansı var idi, çox rahat oldu mənim prosesi. Amma elə adamlar var ki, sən də universitet tutarırlar, iş axtarmaq istəyirlər və yaxud da tapa bilmirlər. Məncə, yəni, Isaac-la başlamaq çox möhtəşəmdir. Yəni, həm bitirəndən sonra sənin BMT tərəfindən təsdiqlənmiş sertifikatın olur. Yəni, sən ölkəyə qayıtsan və bu sənin üçün böyük bir klass olur. Həm də ki, beynəlxalq mühitlə tanış olursan və oranın sistemini öyrənirsən. Məsələn, mən o qədər şey öyrənmişəm ki, buradan, yəni Azərbaycanda onları görmüşəm. Bura gələndən sonra onları həmən bacarıqlar əldə elədim. İndi növbəti olan proqramdan sonra onların hamısını şey eləyəcəm, yəni tətbiq eləyəcəm. Çünki mən iki bilmirəm oranı. Sən BMT sertifikatı, o tam olaraq nə işə yarayır? Dünyanın hər yerində Dünyanın hər yerində deməzdim, belə deyim də, beynəlxalq sertifikat olduğu üçün digər yerlərdə işləmək üçün xilas olurlar. Mən məsəl üçün orada yalanı demək istəmirəm. BMT sertifikatın olsa bütün yollar açıqdır, elə bir şey də yoxdur təbii ki də. Amma ən azından məsəl üçün 2 dənə müəllimi compare eləsək, yəni fərqləndirsək, görsək ki, hansı müəllimi daha çox üstünlük verərlər. Xarici mühitdə, yəni xarici mühitdə təcrübəsi olan, birlik təcrübəsi olan üstünlük verərlər, yoxsa 3 il ancaq Azərbaycan işləmiş bilinəmir. Çünki bütün sektorlar yenilik axtarırlar, yəni yeni bir şeyləri addım atmış, yeni bir təcrübələr qazanmış insanlar daha çox üstünlük verirlər. Bəs bilməm, bir izləyicim yazmışdı, o yaşlı biri idi və ailəsi var idi, ailəsi uşaqları var idi. Müəllim kimi gəlib işləyə bilərəm. Məncə o verə bilməmişdim, çünki bununla bağlı məlumat yox idi. Sən necə fikirləşirsən, bu proqram, yəni burada sənin aldığın maaş, səni fayda edirmi və bu bir ailəli şəxs üçün kifayət edərmi? Sən tələbələr, gənc insanlar, yəni
gənc yaşlardan yararlanacaq bir proqramdır. Videonun başında da qeyd elədiyim kimi 8-9 yaş arasında olmanın sənin üçün ən önəmli faktorlardan biridir. 9 yaşlı, 29 yaşlı bir proqram çıxardırlar. Çünki bu organization gənclər üçün yaradılmış bir yəni global exchange kimi gedir gənclər arasında olduğu üçün təəssüflər olsun ki, belə bir çıxması pis başa düşmür. Nazlı nigar, belə pis çıxmasın. Yəni müəyyən bir yaşı keçəndən sonra artıq başqa cür üsullar araşdırsalar yaxşı olar. Amma sırf mənim olduğum proqramda soruşmuşsunuzsa təəssüflər olsun. Çünki buna bağlı mən də suallar almışam. Ailəm insanlardan, 31 yaşı olan insanlardan və s. Çox gözəl təcrübələri var, çox professionallar, yəni çox da peşələr. Amma bu proqramlar daha çox bacarığını bacarıb qatmaq üçün nəzərdə tutulur. Yəni ailə saxlamaq üçün deyil. Yəni bu proqramdan gedib nəsə öyrənirsən daha çox və öyrəndiyin müddətdə pul qazanırsan. Məsələn, mən qırağa bir TL belə atmamışam yəni gələndə. Yəni bu pul cığmalıq bir proqram deyil. Deyə düşünürəm. 30 yaşından gənc ailədə olsa, proqramdan qazanacağı vəsait onun üçün Yəni ilkin olaraq təbii ki də çox maaş gəlməyəcək, müəyyən bir qədər maaş gələcək. Mən tək yaşadığım üçün maaşım mənə yetir, yəni səhət eləyə bilirəm, yollarda ala bilirəm, gəzməyə də çıxa bilirəm, yalan sanırsam. Hər səyahət edirsən, yalan deyil. Mən hər səyahət edirəm. Bu arada həqiqətən belə sizin 3 dənə ölkə gördüm. Türkiyə daxil olub 4 dənə ölkə gördüm. O 25 yaşıma kimi mən hələ təyyarə bilməmişdim. Amma belə bir çıxmasın. Nazlı nigar, belə pis çıxmasın. Azərbaycanda daha çox maaş alırdım. Heç bir şey çatdırmırdım. Burada mı çatdırdım? Mən mövzuda belə fikirləşirəm ki, insan nə qədər maaş alırsa, yorğanını da ona görə ödəyir. Çox haklısın, yəni. Bir də belə bir də şey var idi. Mən həmişə bir dənə dostum deyirdi ki, çətin deyil şeydir, Kürdəmdən topik keçməkdir də. Yəni çətin o Heydər Əliyev aeroportundan çıxmaqda. Ondan sonra elə bir ardı gəlirmiş kimi hiss edirdim. Belə, bilmirəm, nəsə bir qüvvət gəldi mənə sanki. Dedim, yox və İstanbul aeroportuna başım çıxsa, o bizlərdən də çıxar deyib, addımdan. Oysa kiçik bir aradan sonra yenidən devam edelim videomuza. Deməli, mən bir neçə suallar vermək istəyirəm bu proqramla bağlı Gülarəyə. Hətta ki, mənim də maraqlıdır. Sual bundan ibarətdir ki, Gülarə, bu proqrama biz necə müraciət edirik? Sualım budur ki, Gülarə, biz bu proqramı... Sualım budur ki, Gülarə, biz bu proqrama necə müraciət edə bilərik? Nələr lazımdır və ən əsası nə qədər ödəniş etməliyik? 10.000 manat. İlk önce bunlar zəhmət olmasa buraları bir yere mən Instagram səhifəmdə bax belə deyirəm bax. Koydum. İlk önce Instagram səhifəmdə qeydiyyat prosesi ilə bağlı çox belə aydınlatıcı bir video paylaşmışam. Amma belə şifahi də olsa deysəm, Isaac.org saytını girirsiniz və orada 3 punkt var. Volunteer, Teaching və Talent. Üçündən birini seçirsiniz, hansı ki sizə hansı uyğunsa onu seçirsiniz və avtomatik olaraq bütün proqramlar, layihələr çıxacaq. Burada məsələn qeyd edə bilərsən, hansı layihələrə istəyirsən və harada istəyirsən və sənə layihələr çıxır. Və layihələr çıxandan sonra sadəcə sign up edirsən. Yəni qeydiyyatdan keçmək üçün orada punkt var. Və avtomatik olaraq sizin nömrəniz, sizin məlumatlarınız Isaac-in öz datasına düşəcək. Azərbaycandakı menecerlər və 1-2 gün keçəndən sonra sizin əlaqəsini alacaqlar. Məsələn, ola bilsin ki, mən layihə sizə uyğun olmadım. Ola bilsin ki, həmin layihə sizə uyğun olmasa da menecerlər digər layihələr üçün sizə kömək edirlər. Yəni, bununla bağlı, dəstəklə bağlı heç bir düşüncəniz olmasın. Və təsəvvür, bəzi suallar var, belə suallar gəlirdi mənə ki, yaxşı, mən buna müraciət elədim, 300 manatını ödədim, birdən mən ona qəbul olmasam, belə bir şey yoxdur. Yəni, siz 10 dənə layihə müraciət edə bilərsiniz, 20 dənə layihə müraciət edə bilərsiniz. Hansını istəsəz, hansını qəbul alsınız, hansından yəni razılığınız varsa, hər iki tərəf biri artıq razıdırsa ki, tamam, mən bu layihəni istəyirəm, bəli, biz də səni istəyirik. Ondan sonra müqaviləyə bağlayırsınız. Müqavilənin də qiyməti 300-400 manat arasında dəyişir. Layihəyə əsasləndir. Bu sizin Isaac ödəməli olduğunuz puldur və bunun içərisində təyyarə bileti yoxdur.
dostlar. Bunun içərisində sadəcə təşkilatın səbəb etdiyi şeylər var. Hansı ki, yeməkdir, transportdur, qalmaq yeridir, Azərbaycan menecerlərinin dəstəyidir, o xarici ölkədəki menecerlərin də dəstəyidir. Yəni, qəbul olandan sonra sən tək qalmırsan. Məsələn, məni qarşılamışlar aeroportda. Əmməli başım məni qarşıladılar, bavullarını daşıdılar, sağ olsunlar. Mən evə kimi götürdülər, yəni mən evi yoxdum. Və bu müddət ərzində nə problemim oldu ki, problemlər yaşadım, normal olaraq xaricdə olduğum üçün. Ancaq onlarla müraciət edirdim, onlarla əlaqə saxladım. Həmişə də mənə yəni çox rahat şəkildə, gözəl şəkildə dəstək oldular. Yəni bu proqram ərzində tək olmursunuz. Çünki bəzi qorxan insanlar olur, addım baxmaqdan qorxan insanlar olur ki, əlaqəsizliklə Türkiyə biraz son zamanlar insanlar üçün biraz xaos yaşayır. Yəni mənə proqramın daha çox Türkiyənin seyf olub olmaması ilə bağlı suallar gəlir. Bununla da bağlı video çəkərək. Necə sağ qalmaq olar Türkiyə? Burası bataklık. Allah dilerse bataklıkta gül de yetiştirir. Bir de öyle güzel kokutur ki de. Zarafat edirəm, yəni Asteğdə göründüyü qədər deyil, yəni Asteğdə Almaniyada istəyir. Asteğdə Yaxın, Asteğdə deyəndə bir yersiniz, kəndi baxınıza dalarlar. Yəni Ümumi Azərbaycan kanallarında və Türkiyədə internetdəki gördüyünüz vahiməni vəziyyətdə deyil təbii ki də. Amma yəni ümumi götürəndə insan özü diqqətlə fayda var. Bir də ki, yəni Allah sizin qismətinizə nə yazmışsa, Nasipte varsa, bu kadar. sən Azərbaycanda da olsan, Türkiyədə də olsan, yəni Amerikada da olsan, yəni dünyanın ən sakit ölkəsində, İsveçdə də olsan, sən başına görəcəksən. Nə fikirləşirsən? Nə fikirləşirsən? Teşekkürler. Benim aslında proqramla bağlı başqa bir sualım yoxdur. Yəni izləyicilərimin də sualları yoxdur. Əgər əlavə suallarınız olsa, videonun altına yaza bilərsiniz, şərh bölməsində və ya Gülarənin Instagram hesabına bir şey yaza bilərsiniz. Sizə daha geniş məlumat verəcək. Buraya yazarsınız. Aslında mənim bir sualım daha var. İndi aklıma gəldi. Belə aklıma gəldi. Məndə də çox var və hələ burada şimdi eləməmişdik qabaq Gülarə. Proqramı yazdım. Və bir dənə işi olmuşdu məndə də, qəbul eləmişdilər. Bir dənə işləyir, amma iş yerinə yox. Türkiyə aizdir. Türkiyədəki arzı. Və o müsahibə ingilis dilində oldu. Mən o vaxtlar məncə ingilis dilində müsahibə çalışmışdım. Yəni müsahibələr hər zaman ingilis dilində. Və Türkiyədə işləməyə gələn bir şəxs Türk dilində danışsa okey olmur. Çünki təşkilatın özünün şeyi belə deyim, beynəlxalq təşkilat olduğu üçün təkcə olaraq ingilis də qəbul olunubdur. Mən hətta iş yerimə gələndən 3-4 ay sonra bildilər ki, mən Türkçə danışmışam. Sən heç Türkçə danışmırdın? Heç danışmırdım, yəni hər şeyim Türkçə idi, onlar sonra ingiliscə idi. İngiliscə idi və ondan sonradan dedim, bir də Türkçə söz işlədəndən sonra belə şok olmuşdular ki, yəqin ki, burada öyrəndiniz dedilər. Dedim, yox, mən silə hayla öyrənəni alamışım. Ondan sonra daha çox Türkçə kommunikasiya elədik. Təbii ki, dərsdə deyil, yəni normal günlük söhbətlərimizdə Türkçə Sən ailəndən uzaqdasın, burada tək yaşayırsan və hər zaman insanlar deyilər ki, qardaşımız bir çətinlikdir. Biz belə, necə deyil, çox yüksək bir vahimə oyandırırlar gənclərdə və bu həm gənclərə qarşı edir, həm də onların valideynlərində ki, Azərbaycan məcburiyyətindən dolayı, yəni hər gəncə çıxa bilir, xaricə çıxmaq çox çətinlik yaradır insanlarda. Valideynləri icazə verir, başına nə edirsən, səsən bunu bağlırsın, yəni səndə nə çətinlikdə olur, hər yıxanda belə başa çıxılmayacaq bir çətinlik, etməyə dəyməzmi? Belə deyim də, auditoriyaya danışım, özlə auditoriyaya izləyən insanlar. Çətinliklər də var, yaxşı tərəfləri də var. Çətinliklərindən danışsaq, standart olaraq mən 25-24 il ailəmlə qaldım və birdən-birə tək yer düşmək çox çətin oldu mənim üçün. Bir də mənim ətrafımda insanlar çox idi Bakıda, çox dostum var idi. Yəni, hətta 8
mən 9 ancaq görüşürdük və özümün tam olaraq kim olduğumu bilmirdim yəni. Mən həmişə kimlərlə sancaq, kontaktda olurdum, əlaqədə olurdum, özüm tək olaraq kim olduğumu bilmirdim. Amma mən xarici köçəndən sonra, tək olandan sonra əslində kim olduğumu fərqinə vardım. Bir mənə bax görüm. Mən kimim, mən heç kimim. Bir mənə bax görüm. Kiməm mən? Sen kimsin lan? Bir mənə bax görüm. Kiməm mən? Kimsin lan? Bir mənə bax görüm. Kiməm mən? Kimsən sən? Bir mənə bax görüm. Kiməm mən? Lan kimsin? Mənim üçün həyatın dönüş bir nöqtəsi də deyə bilərəm. Çünki mən əvvəllər də bilirdim ki, mən insanlarsız qala bilmərəm, görüşmədən qala bilmərəm. Yəni, anam mənə yemək pişirməsinə acından gülərəm. Yəni, o insandakı o potensiallı 100% istifadə eləmək hissəsi var. Gərək komfort zonadan çıxasan ki, sənin nəyə qadir olduğunu biləsən. Əlbəttə ki, bu prosesi çox çətin idi. Mən gecələr anladım, xatırlayıram. Çox çətin və neçə dəfə geri qayıtmaq istəmişəm. Bunların özü də bilirdim. Yəni çox belə çətin vaxtlar keçirdi. Amma bir yerdən sonra deyirsən ki, yaxşılıq eləmişsən. Yəni çətinlik nədir? Yeməyini özün bişirirsən, təzədən özünə həyatında çevrə yaratmalısan, təzə iş mühitini öyrətməlisən. Mental tələb eləyir yəni. Amma depressiyada olub getsən bir yeniliklər sənə yeni şeylər öyrətdiyi üçün daha rahat. Ona görə mən düşünürəm ki, bir videomda da deyirəm. Belə oğlanlar haqqında danışmıram, mən bir qız olaraq deyirəm ki, məncə bir Azərbaycanda bir qadın, bir qız həyatında heç olmasa bir dəfə ailəsindən uzaq qalıb özü nefret qalmalıdır ki, o nələrə qadirdir və o kim olduğunu bilsin. Yəni çünki evlənməyi yol kimi görüb gedənlər var, onun azadlıq kimi görənlər var. Evlənmədən belə, mən heç deyə bilərsiniz bu arada hazırsınız. Amma yəni, mən belə bir fikirləşirəm. Düzdür, hər kəsin imkanı olmaya bilər. Bax, onu da başa düşürəm. Ne qədər rayonlarda, konservativ ailələrdə böyüyən qadınlarımız, qızlarımız var, hansı ki onlar üçün əlavə bir addım atmaq ölümə bədəl də ola bilər. Yəni, bunu da düşünəndə çox pis oluram. Amma ən azından cümləmi dəyişirəm. İmkanı olan, fürsəti olan hər bir qadın həyatında heç olmasa bir dəfə hər şeyi, bütün bağları qopardıb özü ilə tək qalmalı, bacaracaq qədər potensialda olmalıdır və çox demirəm, bircə il. Necə yaxşı, okey, anlatıram, 6 ay, tamam 3 ay səyahət etsinlər. Ən azından səyahət, amma solo ayda, mən solo səyahətlərimi yadına salıram, yəni. Çox vahmıdır. İnsansız bir insan özünə necə xoşbəxt ola bilir. Burada bayaq kim başa düşmür, yəni mən istəyərəm həyatımda bir ailə qurur, uşaqlarım olsun. Bir də o tip insanlardan da deyirəm ki, hə, bu artıq artistlik edir. Eləmə belə şeylər, mən xoşlamıram. Valla, efirlərdə mən sizə açığını deyim, bala, gedəsən onu başqa verilişlərdə eləyəsən. Valla, mən istəmirəm, mənə lazım deyil. Bunun axırında tüm pişiklərimlə qocanım. Elə bir insan deyiləm. Mən insancıl adamım. Heyvancıl. İnsanları sevən insanım. Amma özümlə heç vaxt keçirmədiyim üçün bu mənim üçün möcüzə idi ki, mən özüm, yəni, varım. Birinci özümlə qarşı olmalısın məncə. Birinci özü əyləndirə bilməlisən ki, digər insanları əyləndirə biləsən. Birinci özünü tanımalısın. Mən sadəcə bir hissəsindən razı deyiləm buna. Mən bu mövzuda fikirlər söylədim ki, razı deyilsiniz. Burası belə fikirləşirəm ki, bugün sən buraya gəlirsən, sənin cəsarətin yox. Yəni, özünü tanımaq, necə deyim, aşamasında bilməlisən, sən çox cəsarətə sahibsən. Doğru. Məsələn, mən LinkedIn-də bir xanımı izləyirəm, Almaniyada HR üzrə birinci yerdədir, bəlkə sən izləyirsən, indi adı xanımı bilmirəm, çox HR-ların ilkindədir, yəni Almaniyada, yeganə Azərbaycanlıdır. Və belə bir müstərisi var ki, ona müraciət edən xanımlardan biri, Lənkərandan bir xanım müraciət edib, evli bir xanım. Və xahiş edir ki, həmin HR'dan. Onlar bir İngilizcə danışır, evdəkilərdən də sıxıntı deyilməyəm. Sadəcə dərs deyiləm, sanki bilsinlər, elə başa düşsünlər. Və o qız HR-la müsahibə edib, görüşən keçir, işləyə müraciət edib, Almaniyada bir işləm cavab verir və sadəcə çəmpəsini yığıb, qaçırdı. Onu yazmaq üçün bilmirəm, amma evli bir xanım idi. Yəni, cəsarət olan insan hər bir şəraitdə bələdiyyə edir. Yəni, imkanlar heç vaxt, yəni, onsuz da sən imkanı sansa hər şeyə biləcəksən. Bu
çok basit bir şey. Yani atom varsa, aydın bir şey demeye icazı verirse, bunu yani eleme çok önemli. Bunun için sadece sadece ihtiyacın yok. Sen özüne imkanlar yaratmalısın. Yani işin en esas şeyi budur. Yoksa buraya gelende böyle hayatın var değişir. Azerbaycan'da ne edirsən, bundan edirsən. Her şey gelirsin, akşam eve gelirsin, yemek yiyirsən. Yani esas buraya gelene kadar bu keçtiğin yol olduğunu, ne kadar zəhmətlərlə keçirsən, əzəklərlə keçirsən. Özellikle aydınlar ben böyle fikirləşirəm. Şey diyecektim ya. Hadi ne diyecektim? Çok küçük bir şey diyecektim. Ayda. Ne diyecektim? Ha. Şey diyecektim ki mesela ben özüm tərkəmə hoşlanmıyorum. Bir de baştan dediğinde kullanmalısınız. Yok böyle riskli bir şey. Ha, onu da qeyd edeyim ki, mesela mənim ailəmdə, nəslimdə heç vaxt həyatımda xarici çıxanlar olmuyor. Yəni çıxanlar olsa belə bəlkə də evlənəndən sonra balayı üçün getmiş ola bilər. Yəni tək yəni öz başına bir qız uşağı yox idi ki, mən məsələn ondan bir örnək alım, deyim ki, hə məsələn mənim atıram filan kəs qohumum qızı bu nədir, mən də edə bilərəm. Və bunu addım atında ilk nəfər idim və bütün belə nəsil dalmışdı, keyifliydi. Ona görə də, məsələn, məndə də bəzi tabular var idi, insanlar tərəfindən, qohumlar tərəfindən, ailəm tərəfindən də tabular var idi. Əsas məsələ onu yıxa bilməkdir, onu yıxmaq cəsarətində özləyəsən ki, lazımdır. İlkin proses olaraq, bir söz var ya, talar deyir, niyyətin halıra, niyyətin hara, mənzilin ora. Bu həqiqətən çox düzgün bir şeydir. Mən uşaqlıqdan ancaq özümü elə şeylə təsəvvür edirəm. Mən çox demirdim ki, universitetlərin bir işə qəbul olum, sonra da qabağıma çıxan ilk top 2-3 elçi geçsin, mən də onunla evlərim çıxım, gedim belə bir xəyalım heç vaxt olmuyor. Yəni o mənim üçün çox... Ben böyle yolların Türkler demiş, eşimden dönüşməm. Çünkü çok balaca yaşta başlamışım hayatım. Ben məktəbə başlayanda 5 yaşındaydım ve üniversitede de, yani üniversitede tutardım, ben 20 yaşım vardı, ona göre yani valideynlərin nəsihətlərinə bu yolların eşimdən çok dönmüşəm. Bəs Gülara, sen bu fikirləri bura gələndən sonra mı öyrəndin, yoksa Azərbaycanda da ümumiyyətlə belə fikirləşirdin? Və ümumiyyətlə bura gəlmək sənə nə lazım? Bura gəlmək mənə daha çox rasional fikirləşməyə öyrəndir. Yəni, bir də ki, problemlərim olanda problemlər üzərində fikirləşmə əvəzində daha çox onları həll yolu tapmağa öyrəndir. Yəni, burada vaxtın o qədər qısıtlıdır ki, sən oturub orada problemi düşünənə qədər o problem həll olunmurdu. Məsələn, mən Bakıda oturub bir həftələrlə bunu fikirləşirdim ki, bu necə olacaq, bu necə olacaq? Və yaxud da ki, bütün məsələlərə duygusal daha çox yanaşırdım və duygusal qərarlar verdiyim üçün üzürdüm bəzən də. Ancaq belə edirdim. Bura gələndən sonra belə dümdüz olmağa başladım və rasional olmağa başladım. Düzdür, duyğum itirməm. Amma daha çox rasional qərar verən rasional fikirləşirim. Bir də problem olanda onun panikasına düşməyə əslində həll yolu axtarmağa çalışırım. Yəni, dediyim kimi, bura elə bir yerdir ki, sən artıq survivor kimi fikirləşdir. Yəni, yaşam uğrunda mübarizə kimi fikirləşdir. Sən qabağına bir problem çıxır, o problemi fikirləşmək əvəzinə onun hər yolunu tapmasan, sən gücü artıq itirirsən. Sən yəni artıq ölə bilərsən. Ya həll eləməlisən, yəni variantın yox. Eynən, və onu öyrəndim. Və bəzən də belə olur ki, mən bizim ailələrdən örnek verəcəm. Məsələn, günlərdə də mən də o ailələrin fikirlərini qırıb qurtarca gəlmiş insanları. Yani benim ailem mənə deyibdi, qızım getsən bizə Eynən. Belə bir şey deyim. Məsələn, mənim ailəmdə necə oldu? Açıq baxmırdılar. Amma mənim açıqlamaların sayəsində, mənim özümü ifadə edə bilməyim sayəsində o tabular onlar da mənimlə bərabər oldular əslində. Çünki mən ilk dəfə deyəndə belə qarşıma çatdılar ki, nə xaricsin, nə xaricsin. Belə mən də yavaş-yavaş onlara açıqlamağa çalışdım ki, bu mənim üçün niyə vacibdir, mən niyə getməliyəm, getsəm nə əldə edəcəm. Belə şey demədim, çəkin məndən,
gedirəm burada hamımızdan bezdim kafasında olmadın Təbii ki, yəni. zaten deyebilmezsen. Deyə də bilmərsən, yəni burada həmən qızları da səslənirəm. İçinizdə varsa və qorxursunuz, ən azından kommunikasiya yaratmağa çalışın, bir izah edin. Yəni mən əslində Instagram səhifəmi ona görə açmışam ki, mən nə qədər valideynlər yazır bu arada, öz qızları üçün var. Ay, o qədər sevinirəm ki, bəs belə də mən burada Kur'an Üniversiteti bitiribdir və yaxud Kur'an Üniversiteti oxuyur. Mən sizi görürəm, rahatlaşıram, istəyirəm ki, mən qızım da yolum, o qədər təcrübə qazansınlar. Çox sevinirəm. Yaxşı ki, belə valideynlər var. Mənim əslində Instagram açma səbəbim odur ki, yəni mən buradayam, mən sağam, mən həqiqətən də yaxşı bir şey edirəm. Yəni bir şey eləmirəm. Gələcəyim üçün yaxşı olacaq bir şey edirəm. Bunu ötürməyə çalışıram daha çox videolarımda ki, mən narahat olmayayım. Əgər istəyirsinizsə o addımı atın. Necə atmaq lazım olduğunu da deyirəm. Yəni bu arada mən Teğimlə mənim videolarımdan sonra 5-ə yaxın, 6-a yaxın insan artıq belə bu proqramlara qəbul edib mənim fikirləşəcək gedəcək. Çox sevinirəm və belə şeylər eşidirəm. Eynən. İstəyirəm. Çünki belə bir söz var, yoruma almayacaq yəni. Mən elədimsə, bu hər kəs edə bilsin. Bu Azərbaycanın qadınları biz bu çox göstərsinlər istəyirəm. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.